Hadi. Evet, değil mi? Notlarda mən ən çox kombinasiya eləməkdə, yəni mən ən çox o lazım olur. Aha. Zamanla onu da başlarımsa bunlar da keçəcək. Onsuz yəni çoxdur dərsimiz. Bu fondlar iki əsas fond kateqoriyası var. Serif fondlar və sans serif fondlar. Əsasən fondların əmələ gəlməsi və onların psixologiyasını anlamağımız bizim serif və sans seriflərdən yaranır. Və təbii ki, display fondlar da var əlavə olaraq. Display fondlar isə bu tərzdə fondlardır. Yəni dinamik sayılan fondlar, əyri xəttlərdən ibarət olan fondlardır. Bu isə üçüncü bir növüdür. Əsasən bunlardan ibarətdir. Bu displeyə başlayalım. Display çox rahatdır. Display fondlar harda istifadə edilir? Hər hansısa bir konsert üçün afişa hazırladığı zaman, hər hansısa bir texnologiya ilə bağlı və yaxud da ki, gözəllik salonu ilə bağlı, fashion kateqoriyasında belə kateqoriyalarda hazırladığınız zaman display fondlardan istifadə edə bilərsiniz. Bu tərzdə fondlardır displeylər. Yəni display fontun adı deyil. Display kateqoriyadır. Display Hmm. fontlar hansılardır? Hal-hazırda bunları görürsünüz. Məsələn, Waston display font gedir. Neuron display font gedir. Yəni bir də fonta baxanda bilməlisiniz ki, bu displaydir. Necə seçilir? Çox burma olmasından, çox dinamik görsənməsindən, çox əyri xəttə sahib olmasından seçilir display font. Bunlar display fontlar gedir. O dəqiqə seçilirlər. Etnier fontu, bu da display font getmiş olur. Like fontu, bu da display font getmiş olur. Gözəllik salonu üçün, fashion kateqoriyası üçün çox uğurlu bir fontdur bu. Sonra corner display, bunun özü də yəni tam olaraq display font getmiş olur. Yəni bir xəttin tez bir şəkildə əyilməsi və uzanması display font sayılmış olur. Və bu da müxtəlif cür fontlardan ibarət olurlar. Bunlar hamısı display fontlar sayılır. Sans serif və serif fontlar amma nədir və necə seçilirlər? Serif fontlar hərflərin başında, ayağında, başında burmalar olur. Balaca burmalar. Bununla serif fontlar olduğu seçilir. Yəni düz taxta kimi olmurlar. Hər hansı bir minimal dərəcədə burulma və orada bir e, qalınlaşma baş vermiş olur. Yəni xəttlər nazi və qalın olaraq bir-birinə birləşərək yaranır və bu serif fontlar seriyasına daxildir. Serif fontlar hansılardır? Məsələn, gəlin Google Fontsa daxil olaq və oradan serif fontlar tapmağa çalışaq. Deməli, hal-hazırda serif font qabağımıza çıxmayıb, yoxdur, hələ ki yoxdur. Serif fontlar çox azdır sans serifə baxanda. Aha, serif font. Gördünüz, o dəqiqə seçildi. Burması var. Görürsünüz, hərflərin başlarına, ayaqlarına, Sıkıntılar. hələ çıxıntılar. Və Play Fire Display serif font sayılmış olur. Bu da Merweiser, bu da serif font sayılır. Gördünüz mü bu şəkildə? Bu display font sayılır artıq. Vurmaları çoxdur. Bunlar amma sans seriflər sayılır. Sans serif bəs necə olur? Düzür. Hər hansısa bir çıxıntısı yoxdur. Əyilməsi yoxdur. Və sans Bunları serif fontlar bilirim. çoxdur. Necə? Bunları bilirim biraz yani. Biraz Ha, araştırmıştım yanımda kalıp. Script var idi. Sonra bunun bəs, onlar biraz alternativlərdir. değiştirdim. Alternativ fontlar sayılır, skript fontlar. Əl yazmalı. Bunlar əl yazmalı fontlar sayılır. Çox az kateqoriyalı olan yerlərdə istifadə edilir skript fontlar. Yəni başlanğıclarda istifadə edilir və tək sözlərdə istifadə edilir. Bir növ display kimi bir roldadırlar.
Display fontlar da elədir. Məsələn, bir sloqan düşünərsiniz, 3-4 sözünüzü də o fontdan eləyə bilmərsiniz. Bir dənə önəmli sözü böyük şəkildə yazaraq onu script və ya da display font şəklində eləyə bilərsiniz. Məsələn, bu tipografiya seriyası yazılıb. Bunun hamısını display və ya da script font tərzində eləyə bilmərsiniz. Bir dənə sözü böyük şəkildə ön plana vermək üçün, diqqət çəkmək üçün script və displaylərdən istifadə edilir. Amma bu seriflər və sans seriflər o artıq 3-4 söz, 5 sözlü cümlələrdə istifadə edilə bilir. Və sans seriflər də ən aktualıdır, gündəlik olaraq istifadə edilmiş olur və sans seriflər çoxdur. Və ən yaxşı fontlar da hansılardır sans serif üzrə? Lato, bura yazıram bir-bir. Lato, Roboto, Sofia fontu, ondan sonra Montserrat çox istifadə edilir. Hmm. Calibri, bu da çox istifadə edilir. Conforta, Intel fontu, ondan sonra BBS Neo bu font, BBS Neo bu font da çox istifadə edilir. Yəni daima sizin köməyinizə çata biləcək font adlarını deyirəm sizə hal-hazırda. Poppins, Poppins-ə demək olar. Bu da çox istifadə edilir və gündəlik həyat üçün və hər tip posterlərə uyğunlaşdırıla bilir bu tipli fontlar. Ama mən ən çox elə Poppins, sonra Monstera, Gilroy var, onu istifadə edirəm. Hə, məsələn, bunlardan istifadə edə bilərsiniz. Bunlar yəni uğurlu sayılırlar. Fontları isə axtaranda təkcə Google Fontsdan axtarmamalısınız. Müxtəlif saytlara meylənməlisiniz. Da fontdan axtarıram. Hətta font da var. Amblas.com-da var. Bu həm mockup saytıdır, həm template saytıdır, həm ikon saytıdır, həm 3D modelləmə üzrə var, rənglər üzrə də var və həm də fontlar üzrə də var. Burada çox nadir və çox kreativ fontlar yer almış olur. Və burada gördüyünüz kimi bu fontlar kreativ posterlər hazırlamaq üçün istifadə edilmək üçün çox əlverişlidir. Yəni, bu hamısı. Burada E hərfi yoxdur amma, hə? Burada bir dənə o məsələ var ki, siz ümumiyyətlə portfolyonuzu yığanda elə bir kreativlər, elə bir mövzular fikirləşməlisiniz ki, beynəlxalq olmalıdır. Dizaynerlik sahənizi coğrafiyanıza görə bölməyin. Beynəlxalq işləməyə çalışın. Portfolyo hazırlayırsınızsa da, təbii ki, özünüz üçün işləyirsinizsə layihələr. Beynəlxalq eləməyə çalışın ki, kreativ fondları da işlədib, portfolyonuzu kreativ eləyə biləsiniz. Azərbaycan hərflərini dəstəkləyənlər üçün baxmaq istəsə Google Fonts'dur. Bir də fontlar.info'dur. Bu fontlar.info'da Azərbaycan hərflərini dəstəkləyir. Amma çox da kreativ sayılmırlar, azdır Hə, kreativ. eynidir. Hamısı Evet. azdır. İllər də eynidir, o yeni fontlar yox. Bənzirlər yəni bir-birlərinə və çox da çelişkili olmur. Bəs Amma bu fontlarla bağlı mən nələrsə işləmək istəyirəm ki, biraz mən də yəni görəndə fontu tanıyım. Hələ bu dediklərimlə yola çıxsaz, sans serif, serif, script, display, bunlarla yola çıxsaz, vaxt baxımından da qənaətçi olacaq və həm də düzgün kateqoriya üzrə işləmiş olacaqsınız. Amma Bəs yenə nədir işləri işləyim? Yəni sırf fontu inkişaf eləmək üçün. font hazırlamaq istəyirsiniz? Yox, məsələn, yəni ev tapşırığı kimi bir şeylər istəyirəm ki, onu işləyim və fontları kombinasiya edə bilim düzgün. Və o baxımdan deyəcəm sizə, yəni məsəl üçün tutaq ki, deyəcəm Bauhaus üslubunda hazırlayın. Bauhaus üslubunda hazırlayanda orada display fontlar işlədin. Orada siz başlayırsınız axtarmağa display fontlarınızı. Və yaxud da ki, bir mövzu verəcəm, deyəcəm, məsəl üçün, atıram, tutaq ki, bir idman mağazası üçün, bir geyim mağazası açın və ora üçün poster hazırlayın. Siz də avtomatik biləcəksiniz ki, başlanğıc sözlərdə display, script tərzi fontda işlətməlisiniz, amma açıqlayıcı cümlələrdə artıq
sans serifləri işlətməyə başlamalısınız. O tipli fontlar axtarmağa başlamalısınız. Aydındır? Tamam. Ümumiyyətlə bir mövzu üzərinəsə işləyəndə Homofoxla işləməyə çalışın və Homofoxla necə işləyə bilərsiniz? Burada setting hissəsi də var. Bunu tənzimləmək var. Pomodoro tekniği sayılır bu. Pomodoro tekniği nə işləmək? 25 dəqiqə vaxt qoyursunuz özünüzə. Məsələn, bir mövzu başlamışsınız işləməyə, bir ideya fikirləşirsiniz. 25 dəqiqə ərzində ancaq araşdırma eləməlisiniz. Məsələn, geyim mağazası üçün hazırlayırsınızsa poster, başlamalısınız rəqibləri araşdırmağa. Bir çox geyim mağazalarının posterlərinə baxmalısınız. Orada posterlərdə baxanı necə baxmalısınız? Məsələn, deyək ki, fashion, social, media, post yazdıq. Posterə baxanda belə baxmamalısınız. Bu şəkildə keçərək baxmamalısınız. Elə eləmək olmaz. Nə etməlisiniz? Məsəl üçün, dayanmalısınız bu posterdə necə baxmalısınız? Font necə bir fontdur? Font dizaynı necə edilib? Fikir versəz, cell sözünü parçalayaraq dizayn veriblər. Ayrıca olaraq yuxarıda 20% endirimli nazik bir fontdan yazaraq səliqəli şəkildə simmetrik qoyublar. Sonra posterdə making clip mask istifadə ediblər, bir fiqur daxilinə vizualı salıblar. Onun ətrafına vektor xəttlər qoyublar belə dalğa kimi və bir dənə də cümlə yazaraq onun da bucağını dəyişdiriblər. Button düyməsini fərqli bir stillə eləməyə çalışıblar. Qalın və bir dənə də stroklu bir button verməyə çalışıblar. Və aşağıda da kiçik bir açıqlama nazik bir fontdan kiçik bir ölçüdə veriblər. Yəni, baxanda posteri analiz eləyəndə bu şəkildə analiz eləməlisiniz. Vizuala ayrıca baxmalısınız. Font seçiminə ayrıca baxmalısınız. Fontun dizaynına ayrıca baxmaq lazımdır. Açıqlama detallarına ayrıca. Background-da ayrıca. Background-da hansı bir abstrakt detallar varsa ona ayrıca. Məsələn, burada qırıq-qırıq nöqtələr qoyublar. Yəni, siz də məsəl üçün qırıq-qırıq nöqtələr qoya bilərsiniz, amma bucağını dəyişdirə bilərsiniz. Batını burada belə hazırlayıblar. Siz fərqli bir gradient şəklində məsələn hazırlaya bilərsiniz batınınızı. Fontu qalın eləyiblər. Siz brushlı, skriptli və ya da displeyli bir font eləyə bilərsiniz. Vizuala kölgə veriblər. Siz kölgə yox, qıraqlarına strok xəttlər məsəl üçün verə bilərsiniz. Yəni, detalları parça-parça baxıb və alternativ bir detallar düşünməlisiniz. Yerini qoruyub saxlaya bilərsiniz. Vizual buradadır, siz də bura vizual qoyursunuz, amma kölgə vermirsiniz, strok xəttlər verirsiniz. Yəni, alternativ ideyalar düşünməlisiniz. Yəni, analiz edəndə bu şəkildə analiz eləməlisiniz. 25 dəqiqə bu analizlərə vaxt sərf eləməlisiniz. Sonra short break olur, 10 dəqiqə, 5 dəqiqə olur. Ondan sonra o fasilə ərəfəsində heç nə düşünməməlisiniz. İş baxımından heç nə fikirləşməməlisiniz. Beyninizi dincəltməlisiniz. O vaxt bitəndən sonra yeni bir nəfəslə növbəti 25 dəqiqə başlayır və o 25 dəqiqədə ləvazimatlarınızı yığmalısınız. Vizual şəkillərinizi, PNG şəkillərinizi, abstrakt detallarınızı çəkə bilərsiniz. Fontlarınızı axtarıb, yükləyib, saxlaya bilərsiniz. O ərəfə də bitdi, növbəti 25 dəqiqə bitir. Yenə də növbəti 10 dəqiqə, 15 dəqiqə fasilə. Yenə dincəldi beyniniz və növbəti 25 dəqiqədə artıq başlayırsınız vizualınızı hazırlamağa. Və bu şəkildə görəcəksiniz ki, bir saat ərzində bir posteri hazırlamışsınız kreativ şəkildə. Yəni, düsturla getməlisiniz. Analizlərinizi düzgün eləməlisiniz. Papqa saytlar açılmalıdır. O sizə dediyim saytlara da baxmağa çalışmalısınız. Təkcə Google-la hərəkət eləməyin. Və bu şəkildə səliqəli bir dizayn işiniz yekunlaşmış olacaq. Aydındır? Başa düşdünüz? Ben Bu ambulansdan da font baxımından istifadə edirsiniz. Burada da yəni kreativ fontlar yükləyə biləcəksiniz. Burada çoxdur fontlar. Yüksək dərəcədədir. Rənglər. Rənglərin psixologiyasını anlamaq və rənglər baxımından detalları analiz eləmək üçün Adobe Color saytına müraciət eləməlisiniz. color.adobe.com
Amma burada necə işlətməlisiniz bunu? Burada Explore hissəsi var. Explore hissəsini keçid edirsiniz. Explore hissəsini keçid edəndən sonra burada hansı kateqoriya üzrə işləyirsiniz? Məsəl üçün, deyək ki, sport tərzli bir şey işləyirsiniz. Sport bura yazırsınız və sport tərzində vizuallar göstərir sizə və sporta uyğun rənglər verir. Və buradan siz rəng kodlarını götürə bilirsiniz. Bu rəng kodların üstünə basanda kopyalanır və proqrama gəlirsiniz. Illustratorda, Photoshopda fərqi yoxdur. Seçirsiniz, gəlirsiniz rəng hissəsinə, rəng kodunu yapışdırırsınız bura. Ctrl V. Gördünüz, rəng kodu dəyişdi. OK edirsiniz və indi rəng dəyişdi. Effekt və rəng dəyişdi. Buradakı rəngi götürdüm, atdım bura. Və bu şəkildə də rənglərinizi inkişaf etdirə bilərsiniz. Və rənglərin də psixologiyasında nələr var? Siz bilməlisiniz, qırmızını harda işlətməlisiniz. Qırmızı iştah artırıcı bir rəngdir. Təcili bir durumu bildirir. Həyəcanı bildirmiş olur. Endirim kampaniyalarında qırmızı rəng işlədə bilərsiniz. İnsanı hərəkətə gətirən zaman qırmızı rəng işlədə bilərsiniz. Elektronika mağazaları, bank sektorları qırmızı rəngdən istifadə edir. Fast food sektoru qırmızı rəngdən istifadə edir. Çünki iştah artırmaq üçün, tükətimə meyləndirmək üçün. Bu psixologiya ilə qırmızı rəngi işlədə bilərsiniz. Sarı rəng o da iştah artırmadır, fast food zəncirində istifadə edilir və həm də əyləncə tipli bir rəngdir. Uşaq əyləncə mərkəzləri üçün sarı rəngi istifadə edə bilərsiniz. Sərgi mərkəzləri üçün sarı rəngi istifadə edə bilərsiniz. Yaşıl sakitliyi bildirir. Meditativ durumdur. Təbiətlə əlaqəli, ekologiya ilə əlaqəli durumlarda yaşıl rəngi istifadə edə bilərsiniz. Ağ rəng təmizliyi bildirir. Tipdə istifadə edilə bilər. Hər hansı bir təmizlik xidmətində istifadə edilə bilər. Güvəni həm də göstərir. Yəni dizaynınızda güvəni psixoloji olaraq bildirmək istədiyiniz zaman ağ rəngi istifadə edə bilərsiniz. Qara rəng güc göstərgəsidir. Gizliliyi bildirmək üçün, gücü göstərmək üçün qara rəngini istifadə edə bilərsiniz. Narıncı sarının psixologiyasındadır, qırmızının psixologiyasındadır. Onlar törəmə rənglərdir. Göy rəng biznes rəngidir. Finansal durumlarda göy rəngi istifadə edə bilərsiniz. Tipdə də istifadə edilə bilər göy rəng. Səmavi rənglər, göy rənglər. Ondan sonra tonlardakı o yaşılın tonu falan o da elə yaşılın psixologiyasına gəlir, çıxır. Yəni rəngin hər tonu həmin rəngin psixologiyasını bildirir. Çəhrayı, bənövşəyi rənglər qadınsı, incəliyi bildirmək üçün istifadə edilir. Qəhvəyi rəng modern, interyer kateqoriyalarda mebellə bağlı, inşaatla bağlı işlərdə daha çox istifadə edilir. Qəhvəyi rəng, boz rəng, gümüşü rəng. Bunlar eyni psixologiyanı bildirmiş olur. Və bunlar rənglərin psixologiyasıdır. Və bu rənglərin də digər rənglər də bu psixologiyaya dayanır. Yəni ona bənzəyən rənglər. Yəni narıncıya hansı, sarıya hansı bənzəyirsə, o eyni psixologiyanı göstərmiş olur. Yəni bunları da ayrıca olaraq ideyalarınızda göstərməyə çalışmalısınız. Onları göstərdiyiniz zaman detallı olaraq artıq düzgün bir şəkildə də xidmətinizi psixoloji olaraq rəng baxımından göstərə biləcəksiniz. Aydındır? Bəli. Bu danışdıqlarımdan gizli qalan, nəyəsə başa düşməməyiniz və yaxud da ki, hansısa bir nə sualınız yaranıb. Sual vermək ümumiyyətlə çox çalışın, çünki onun üstündən də çox şey öyrənəcəksiniz. Hələ ki yoxdur. Başa düşə bilirsinizsə, bunlar rahat gəlir. Hələ ki çətin deyil, çünki bunlar özümdə araşdırmışdım. Rəngləri, psixologiyası və s. Tətbiq eləyəndə mənə maraqlıdır ki, yəni necə bir şeylər çıxacaq. Hə, o tətbiq eləmək artıq Pomodoro ilə də işləsəz və səliqəli şəkildə bir durum yaranacaq orada. Mən indi portfolyoma baxa bilsəz, orada müəyyən. İndi onu analiz edirik. Bir də portfolyomda olmayan postlar var, səhifədə paylaşılan. Həmin Instagram'a atsam baxa bilirsiniz. Necə başa düşmədim? Portfolyomda olmayan işlər var ki,
postlarda onları atsam bakabilirsiniz. Əlbəttə, Instagram sayfasında. əlbəttə olar. WhatsApp-dan göndərə bilərsiniz, oradan baxa bilərik. Tamam. Deməli, bu Brand Box. Tamam, var. Agərsə abunəçilər üçün hər ay 50 meqabayt hədiyyə və limitsiz endirimlər. Brandbox tətbiqini yüklə və ya Ulduz 224 Ulduz 1 diye yazaraq abunə ol və endirimlərdən sən də yararlan. Okay. Burada telefon keyfiyyətsiz durub. Tozlu görünür. O biraz Dumanlıdır. Bu brendin imaginə zərərdir. Üzə çox çıxmır. Yazı çoxdur və yazılar standart olaraq qalır. Eyni effektdədir və çox uzun bir şəkildədir. Bunu ancaq parçalayaraq, yəni bir cümlə gəldi, bunları cümlə şəklində edə bilərdiniz. Bir cümlə bu qədər söz Motion'da bir cümlədə bu qədər söz olması düzgün deyil. Çünki effekti də sonra rahat vermək olmur. Bir neçə söz, 3-4 sözdən ibarət bir cümlələr quraraq effekt şəklində bir cümlə gedib gələrək eləyə bilərsiniz. Fiqurlar çox hərəkət eləmədi ya da heç hərəkət eləmədi. Fiqurların biraz hərəkət etdirə bilərdiniz. Biraz boşluq və bunlardır. Bu da Biz Azərbaycan ifadəsinə real endirim təklif edirik. Elə indi Ulduz 224 Ulduz 1 diye yazmaqla Brandbox-a qoşulun. 200-dən artıq tərəfdaşdan limitsiz endirimlər anında və hər ay 50 megabayt hədiyyə qazanın. eyni səhv eləmişsiniz orada da. Bu proyektdə eyni səhvlərdir. Okay, lava. Çox standart şablon effektlərdən istifadə edirsiniz. Və effektlər çox standartdır. Və şəkillər belə çox stiker kimi qalıblar. Bunlar şeydir. Mən özümün hazırladığım motion dizaynları göstərəcəm sizə. Yazılar itir. Background elədir ki, və qırmızı tonda çox göz yorucu şəkildədir. Çox partlayıb və yazılar müəyyən bir dərəcədə itirlər. Yazıların itməməsinə diqqət eləməlisiniz. Effektlərimiz çox. Font biraz çox sərtdir. Burada da məsəl üçün siz nə edirsiniz? Bir partiya çox sözləri eyni anda effekt vermisiniz. Hər şey eyni anda gəlir. Amma hər şey belə səliqəli, yavaş-yavaş gəlməsinə diqqət etməyə çalışmalısınız. Biri biraz yumşaq şəkildə gəlir. Uzağa bunlar belə bir-bir gələ bilər oxumaq üçün. Və çatdırmaq olmur oxumağa. Bu Motion'da böyük səhvdir. Aşağı-yuxarı eyni səhvləri edirsiniz. Fontlarınızı səhv seçirsiniz. Bütün sözlərə cümlə qarışıq effekt verməyə çalışırsınız. Ondan sonra rəngləri çox parlaq eləməyə çalışırsınız. Dumanlar, şəkillərinizin dumanlı olması çoxdur. Onlara diqqət verməyə çalışın. Bu çox qısa adamma. Gözlədim ki, davamı gələcək. o kursa getdiyim vaxt eləmişdim. Ev tapşırığı idi. Siz portfolyonuzu bunları silib təzələrini işləməlisiniz. Niyə genci? Bunlar qalmamalıdır. Bunlar bilinir ki, çox amatör vaxtınızda işləmişsiniz. Bu maraqlıdır. Bu biraz fərqliliyi var. Burada fərqliliyi var.
Ha, bu fərqlidir. O birlər standart idi. Daha çox 60% 60% qrafik dizayn səhvlərimizdir, 40% effektlərimizdir. Hətta deyərdim 70% qrafik dizayn səhvləri var. Şəkilləri çox pikseli seçirsiniz, keyfiyyət seçirsiniz. Çox dumanlı olur şəkliniz. Baxın, öz portfolyomu göstərim sizə. Portfolyo YouTube'dadır. Sadəcə ayrı kitab nöqtəsindən yazıyorum. Evet. Çok fazla. 3 il var. E, yaxşı eşitmədim. Səsiniz Necə? eşitmədim. Yaxşı nə dediniz? Bu çoxdan azlamışam. Bir harca 3 il, 4 il var. Bu dəqiqə Motion'dan çox da məşğul olmuram. Sevmirəm Motion tərəfi. Bunlar yəni çoxdan azladıqlarımdır. Yəni tarixlərə də baxsaq. Bu 1 il öncə yükləmişəm sadəcə. Amma 3 il öncə azlamışam. Son illərdə köhnə şeylər yükləməyə başlamışam. Və audi kitab nöqtəsi üçün bax bu şəkildə. Bax, telefon keyfiyyətli, font seçimi, effektlərin ayrı-ayrıqda gəlməyi, zamanda qalması. Bunların hamısını bir yerdə gətirməmişəm. Ayrı-ayrı hissə ilə gəlirlər. Və telefonun içərisində də hər şey tərpənir, hərəkət edir. Bu da məsələn loqonun promosu. E, daha soft keçidlər var. Məndə biraz sərt. Sizdə sərtdir, bəli. Soft tərəfə biraz meylənməyə çalışın. Məsəl üçün garden plants üçün. Bu şəkildə effektlərdir. İndi burada çoxsu müştəri isteği var idi. Bu şəkildə gedir. Code Camp üçün azadım var. Bunu məsələn çox bəyəndim. Bu şəkildə effektlər gedir. Yəni Motion da effektlər verdiyi zaman real bir video görüntülərdən də istifadə etməyə çalışın. Real bir görüntülərdən istifadə eləməyiniz sizi ora verəcəyiz effektə 2 qat belə deyək, diqqəti çəkmək deyə bir şərait yaratmış olur. Yəni onlara diqqət etməyə çalışın. Bir de link atmıştım size. Okay. Ona bakabilirsiniz. Bu sizin yazdığınız posterlərdir. Hə. Ha, bu font uğursuzdur. Bu tipli backgroundları verib də içərisinə bu boyda yazı yazmaq düzgün deyil. Bu göz yorur. Vizual pis deyil, vizual idarə edər. Backgroundda detallar çoxdur. Logonun arxasında detal olması düzgün deyil. Əgər loqonu bura qoyma məcburiyyətiniz varsa, bunun arxasına bir background verməlisiniz ki, bu arxadakı abstraktlar loqoya maneçilik yaratmasın. Sonra hər şey çox göydür. Göy detallar çoxdur. Yəni abstraktdan tutmuş loqoya qədər hər şey. Mən sayfada ümumi bir dənə ümumi baxabilirsiniz. Orada bir tərəf göy, bir tərəf yaşıl belə bir şey yaratmağa çalışıram, amma həmişə tutuzdura bilmirəm, biraz bozulur. Bax, belə fiqurlardan çox istifadə edirsiniz. Bu fiqurları yığışdırın. Artıq daha sadə, arxası boş, background təbii ki, qarışıq olmayan, yazının itməməsinə şərait yaradacaq dərəcədə işləməyə çalışmalısınız. Nə tipli işləyə bilərsiniz? Hamısında eyni səhvlərdirəm. Çox gradiyent çox vermişsiniz. Tozlu şeylər çox verirsiniz. Hə, çox toz verirsiniz və çikli alınır. Çikli görsənir posterlər. Hamısının eyni səhvlərdir. Yazı çoxluğu, yazılarınıza verdiyiniz arxasında backgroundların sərt olması bu sizin işinizin minimalizmi öldürür. Yazı çoxluğu məndən asılı deyil, yəni onu yazmalıyam ora. Amma yaxşı formada yazmağa çalışıram.
Baxın, nə tip eləməlisiniz? Onu da göstərirəm sizə. Məsəl üçün, görürsüz, sadə, yazıya diqqət eləmək olur, fontun qalınlığı var. Məsələn, yazı burada da çoxdur, amma belə strok nazik şəkildə açıqlama veriblər. Misal üçün bu idi. Məsəl üçün bu, görürsünüz. Balacadır. Yəni arxasına yazı backgroundu versələr də belə balaca görsənir və sadə görsənmiş olur. Arxasına verilən abstraktda da opacitysini azaldılar. Siz opacity ilə azaltmağa çalışın. Blur effektlərdən istifadə etməyə çalışın. Grass effektlərdən istifadə etməyə, grain effektlərdən, glass effektlərdən istifadə etməyə çalışın. Məsəl üçün, görürsünüz, fontlar əyləncəli, dinamik, diqqət çəkən, yəni bir-iki söz diqqət çəkici şəkildə eləməlisiniz. Siz bütün fontunuzu eyni stildə eləyirsiniz və o heç bir diqqət çəkmir. Hansını birinci oxumağı bölməlisiniz. Bir-iki sözü çox diqqət çəkici eləməlisiniz ki, o daha çox oxunsun, o biriləri sonra oxunmağa yer qalmış olsun. Və bu tərzlərə diqqət edin, belə stillərə baxın. Belə. Yəni yavaş-yavaş düzələcək işləriniz. İndi məsələn bu səhifə üçün Novruz postu işləmək lazımdır. Onu düşünürəm ki, yəni sadə və Minimum. minimalist Evet. diqqət çəkən bir şey. Bugünə keçdiklərimizdə nəzərə alın. Nəzərə almasa dəyişiklik görməyəcəksiniz. Onları nəzərə almağa çalışın. İndi ev tapşırığı kiminə verirsiniz? Baxın, bax belə bir, görürsünüz, font dizaynlarını görürsünüz. Yəni belə. Font dizaynı çox önəmlidir. Yəni font dizaynı bərbad olacaqsa, vizual da təsir edəcək. Və rəngləri görürsünüz necə soft seçirlər. Biraz soft rənglər işləməyə çalışın. Götürün elə buna baxıb eynisini eləməyə çalışın, əlinizi öyrəşdirin. Mən ev tapşırıq sizə necə verirəm? İndi sizə atacağım deməli, sizdə işlə bağlı demişdiniz ki, ev tapşırığı çox olmasın, düzdür? Amma biraz vaxt. İndi növbəti dərsimiz 5-ci gün olacaq. Biz sizlə gün danışmadıq bu arada. Bir dənə təyin elədi birinci gün. Mən 1-5 düşünmüşdüm. 5-ci gün uyğundur sizə. 5-ci gün axşam başqa dərs var. Deməli, siz 6 bazar da işləyirsiniz. 6-cı günü işləyirəm, gün ortaya kimi. 6-cı gün günortaya kimi. 6-cı gün günorta qoşula bilirsiniz? Saat neçədə? 3-də. Bu həftə qoşula bilərəm. Hə. Çünki onsuz bayrama düşür. Yəni. Tamam. Amma gələn Bayramda həftə günorta amma qoşula biləcəksiniz də. hə, bu həftə qoşula bilirəm. Amma gələn həftə bilmirəm. Çünki bəzi günlər evdən işləyirəm 6-cı gün, bəzi günlər işdən. Yox, bəs bayram günü sizdə olacaq da yəqin ki. Hə, bayram günü qoşula biləcəm mən. Hə, okeydir, onları danışalım. Onsuz yəni bu təkliş. Bu 6-cı günü ayın 22-si. Hə, bu 6-cı gün, onda günorta 3 üçün keçərik. Tamam, olar. Ondan sonra bu təkliməşmə dərsi də elədik ki, yəni hansı gün və saat uyğundursa hər ikimizə, onu şey eləyə bilirik. Yəni həftədə ola bilər 3 dəfə də keçək, 4 dəfə də keçək, 12 dərsi tamamlayacaq şəkildə. Həftədə bir dəfə də ola bilər keçək. Yəni əsas məsələ tələsmək deyil. Yəni bugün nə qədər xeyirləm şeylər danışdıq, bunların hamısını bir-bir tətbiq etmək üçün elə zaman lazımdır. Yəni bir mənası yoxdur da doldurmağın məlumatları. Əksinə yavaş-yavaş getmək lazımdır. Aha, bəli. Məsələn, deyək ki, mənim işim çox olsa, həftədə bir dəfə olsa, ümumi vaxt uzansa sizin üçün problem deyil. Əksinə, vaxtın uzanması daha çox sərf eləyir hər ikimizə. Çünki bu təkmilləşmədir. Burada, yəni bu demək şey kimi deyil, universitet kimi deyil, kurs kimi deyil.
Bu Hmm. yəni 2 ayda çəkə bilər, 3 ayda çəkə bilər 12 dərs. Bu yəni həm sizin gücünüzdən, həm işləməyinizdən, həm dərsləri özünüzə doğru e, yönləndirməkdən asılıdır həm də. Tamam. Mən indi bu həftə nə işləyəcəm? Mən sizə atacağım, 3 dənə poster atacağım sizə. Bu 3 dənə posterin eynisini hazırlayacaqsınız. Tamam. Baxıram eynisini hazırlayıram Bəli, o qədər. baxırsınız eynisini hazırlayırsınız. Hə, bu sizin sadəcə vizual olaraq qavramağınız üçündür. Nəzərini praktik eləmək. Tamam. Məsələn, indi bu ekranda olan fondlara baxıram, deyir ki, bunların eynisini istəsəm, bunun şəklini atıb O qədər də şey eləməyin, o qədər vaxt sərf eləməyin. Ona bənzərini tapmağa çalışın. bənzər. Hə, o qədər şey lazımdır. Biraz da özünüzün qatqısı olsun. Yəni %100 eyni hazırlamayın, bir də özünüzün qatqısı olsun. Yəni bu dovşan lazım deyib başqa cür bir dovşan və ya da yerinə başqa bir şey fikirləşin. Bu şokolad lazım deyib şokoladın yerinə nə bilim sümürtkən konfet qoyun məsəl üçün. Biraz öz qatqılarınızı da eləyin. %100 eynisini eləməyin. Hmm, Tamamdır? tamam. Okay. Yəni bu Bu videonu da göndərirəm sizə. Necə? e, fondlar üçün əlavə bir şey eləyim, yoxsa Necə, bacardığınız qədər nə qədər dəyişiklik eləyə bilirsə, nə qədər öz fərqliliyinizi göstərə bilirsə, bir o qədər yaxşı olar. Hı. Okay. İndi bu videonu da göndərirəm sizə və bir də posterləri də göndərəcəm. Yavaş-yavaş başlayarsınız. Nə sualınız olsa da yazın. Yaxşı? Aha, tamam. O zaman görüşərik. Uğurlu günlər. Yaxşı. Sağ olun.